Canlılarda belə o ağır metalların olduğu, ağır zərərli maddələrin olduğu deyildi. Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin məlumat yaymışdı. Biz qida mütəxəssisi Məhsəti Hüseynova ilə bu məsələni ətraflı danışacağıq. Məhsəti xanım, xoş gəlmisiniz. Xoş gördük, sağ olun. Sabahınız xeyir, çox sağ olun, dəvətimizi qəbul edədiniz. Deməli, 2 gün əvvəl burada efirdə idik, indi veriliş aparırıq və birdən belə o xəbər saytlarında gördüm ki, Qida Təhlükəsizliyi Agentliyi bir məlumat yayıb. Deməli, ticarət mərkəzlərinin birində satılan xüsusi stəkanlar var. Onların şəklini yayıblar ki, bunu kim alıbsa o fincanları qaytarsın, təhvil versin. Çünki içində ağır metallar aşkarlanıb. Birincisi, mənim maraqlıdır ki, necə oldu aşkarlandı? Yəni, belə bir mütəmadi bir araşdırma mı keçirilir, mütəmadi bir baxış mı keçirilir bu məhsullara və s. Və belə bir şey var idisə, necə oldu ki, o satılır, nə bilim, bu qədər ixal olundu, gəldi, keçdi, hər şey oldu. Satışa çıxdı, istifadədən sonra məlum oldu. Təşəkkür edirəm aktual mövzunu işıqlandırdığınız üçün. Təbii ki, ölkə ərazisinə daxil olan qida məhsulları, eləcə də qida ilə təmasda olan qablaşma məhsulları adətən gömrükdən keçərkən mütləq şəkildə müvafiq laborator analizlər keçirilir. Ondan sonra əgər uyğundursa satışa buraxılır. Ancaq qeyd etdiyiniz məqamla bağlı 2 gün öncə Qida Təhlükəsizliyi Agentliyi və Səhiyyə Nazirliyi birgə bəyanat yayıblar və onun sadəcə bir ticarət mərkəzinə yönləndirdiyini bildirdilər. Eyni zamanda da həmin fincanları istər satış nöqtəsində, istər alıcılar olubsa, onların həmin qurumlara təhvil verilməsini və pulsuz laborator analizinin keçirilməsini qeyd etdilər. Sadəcə olaraq qeyd etmək istərdim ki, bugün artıq qeyd etdiyiniz kimi, istər onlayn ticarət vasitəsilə, istər özləri də xaricdə səfərdə olarkən bir çox məhsullar alırlar ki, bəzən keyfiyyətdən çox birinci qiymətə diqqət edirlər. Ancaq nəzərə almaq lazımdır ki, qida və qida ilə təmasda olan hər hansı bir qablar bizim sağlamlığımıza mütləq şəkildə təsir edir. Sadəcə olaraq biz o anda onu düşünmürüksə, gələcəkdə sağlamlığımızı daha böyük risk altına qoyuruq. Çünki burada əsasən qurğuşundan, kadmiumdan söhbət gedirsə, bunların hər ikisi ağır zəhərli metallardır. Və orqanizmə daxil olduqda anında öz zərərli təsirini göstərmir, yığılıb qalır illərlə və daha sonra ciddi xəstəliklərə səbəb ola bilər. Xüsusilə də uşaqlar, azyaşlılar ən risk qrupundadır. Bayramda ən çox onları sevindirmək istəyərkən ən çox da onlara ziyan vurulur. Ona görə mütləq şəkildə əgər qabları alırlarsa, fərqi yoxdur, fincan olsun, boş qablar olsun, qidada istifadə edəcəkləri qabda daha şəffaf, şüşə və çox rəngli olmayana diqqət etsinlər. Hər halda bir çox insanlar bugün təşvişə düşüblər ki, bəs hardan bilək biz bunda qurğuşun var və yaxud da digər ağır metallar var. Gözlə bunu görmək mümkün deyil. Mütləq laborator analizlər aparılmalıdır. Ancaq bir məqam var ki, əgər qızılı, gümüşü rəngli boyalar varsa, xüsusilə iç hissəsində və daha çox bu rənglər qidadan başqa isti su ilə təmasda rəngi çıxırsa və yaxud da qidanı qəbul edərkən, içkini qəbul edərkən, xüsusilə də isti içkiləri, ağızda metal dadı varsa, qəbul etdikdən sonra mədədə ağrı varsa, şişkinlik varsa, bu artıq keyfiyyətsiz məhsuldur. Ona görə alarkən keyfiyyəti olan, sertifikatı olan daha doğrusu. Deməli, xüsusilə də içində qızılı, gümüşü rəngdə olan fincanlar və yaxud digər olsunlar, boş qablar və s. orada ehtiyatlı olur. Bəli, mütləq şəkildə bu qablarda ehtiyatlı olsunlar və eyni zamanda da bəzən boş qablar olur ki, biz bugün fincanı danışırıq, amma boş qabı qeyd etmirik. Keyfiyyətli olsa belə, bəzəkli, rənglidirsə, heç mikrodalğalı sobada belə onun içində yemək, isitmək olmaz. Çünki istinin təsirindən həmin boyalar qidaya təmas edir ki, bu da bir bu zərərli maddələr daha çox boya vasitəsi ilə olur da? Bəli, bəli, təbii ki, əsasən boya vasitəsilə. İstehsal prosesində bu maddələr keçmir. Sadəcə olaraq əgər doğru şəkildə hazırlanıbsa, şüşədirsə, keramikadır, saxsıdırsa, burada ancaq boya vasitəsilə insanlara zərər verə bilərlər. Aydın məsələ, çünki əslində mən də onu soruşmaq istəyirəm ki, biz plastikdən şübhələnirik, amma şüşədən şübhələnmirik də, şüşə bizə daha etibarlı bir maddə kimi gəlir. Deməli, bu da rəng məsələsi, boya məsələsiymiş. Aydındır. İndi plastik qablaşmadan da çox istifadə edirik də, bu da məsələnin digər tərəfi daxil. Bəli. Plastik qablar son illərdə bizim həyatımıza daxil oldu. Ancaq daşınması yüngül olduğuna görə, daha çox birdəfəli istifadə edib ata bildiyimizə görə hər kəsin rahatlıq kimi istifadə etdiyi qablardır. Amma burada diqqət edəcəyimiz əsas məqam var. Ötən illərdə də Azərbaycan qanunvericiliyi ilə hətta polietilen paketlərin mikronu az olanları belə qadağan etdilər. Burada əsas məqsəd odur ki, bu qablardan da istifadə edərkən mütləq qida üçün nəzərdə tutulmuş və isti, termiki emala məruz qalmamalıdır.
bəzən isti qidanı orada saxlayırlar ki, bu da onun tərkibindəki kiçik mikro kütləciklərin qidaya keçməsinə səbəb olur. Təbii ki, bəzən insan onu bu anında zərərini hiss etmədiyi üçün davamlı olaraq istifadə edir. Amma gündəlik istifadə etdikdə təbii ki, birinci olaraq kanserogen maddə var, bisfenol A maddəsi isti olduqda keçir. Bu zamanla qəbul etdikdə... Bir dəfə istifadəlik plastik qabları demirəm. Məsələn, belə plastik boşqablar da satılır bu dəqiqə. Baxırsan ki, keramika deyil, plastik kimi materiallardadır. Bəli, onlar da daimi istifadə edirlər. İsti ilə təmasda varsa, onlar mütləq şəkildə qidaya zərər verir. Ona görə gündəlik istifadə üçün belə qablardan istifadə etməsinlər və xüsusilə də isti yeməklərdə istifadə etməsinlər. Ən yaxşısı şüşə qablardır. Xüsusilə də yenə də xroniki xəstəlikləri olanlar, yuxarı yaşlı insanlar daha diqqətli olsun. İmmun sistemi zəif olanlar daha diqqətli olsun. Bəzən ailədə eyni yeməyi, eyni boşqabda məsələn, 4 ailənin üzvü istifadə edirsə, birində zəhərlənmə və yaxud da xoşagəlməz hal olur. Bu, onun hər hansı bir xəstəliyi ilə və yaxud immun sisteminin zəif olması ilə qaynaqlanır. Amma bu, o demək deyil ki, digərlərinə zərər vermədi. Sadəcə olaraq orqanizm daha güclüdür, o anda reaksiyasını vermir. Amma qaraciyər və böyrəkdə yığılaraq illərdən sonra artıq onların funksiyasının pozulması ilə ortaya çıxır. Siz bayaq dediniz ki, elə şeylər var, heç ona fikir vermiyor, o qədər də diqqət eləmirik. Elə məqamları da istəyirdim açıqlayasınız. Bəli, bugün bu fincanlarla bağlı məlumat daxil oldu. Ancaq bugün yeni il qabağıdır. Bir çox mənşəyi bəlli olmayan məhsulların satışını görürük və yaxud da yenə də yeni il hədiyyələri şəklində keyfiyyət sertifikatı olmayan istər oyuncaqlar olsun, istər yenə də elə bu fincanlar olsun ki, onlar da bəzən keyfiyyət sertifikatsız satışa buraxılır. Və xüsusilə də istehlakçılar, ümumiyyətlə mən yəni çox az halda rast gəlmişəm, özüm çünki mütəmadi olaraq müşahidə edirəm. Hələ heç bir istehlakçı satıcıdan keyfiyyət sertifikatının olub-olmaması ilə bağlı Keyfiyyət sertifikatı deyəndə əsasən qablaşmanın üstündə möhür formasında olan... Möhür formasında da olur və yaxud da qablaşmaya görə dəyişə bilər. Onlar artıq elə bil ki, ümumi aldıqda o keyfiyyət sertifikatı satıcıda olmalıdır. O, istehlakçı istədikdə ona göstərməlidir. Əgər belə məlumatları vermirlərsə və yaxud yayınırlarsa, bu məhsullar şübhəli məhsullar qismindədir və yaxud da ki, bəzən də olur ki, qeyd etdiyim kimi qeyri-qanuni şəkildə ölkəyə gətirilə bilir. Elə bir, əgər mövzudan kənarda olsa, bir misal çəkmək istərdim. Bir neçə gün öncə biz portağalların, rəngli portağalların, xüsusilə İrandan gətirilən portağalların satışda olduğu ilə bağlı məlumatlar artıq kütləvi media vasitələrində də yayıldı. Yenə aidiyyatı qurum belə portağalların olmadığını bildirsə də, bir neçə gün sonra təəssüflə qeyd etdi ki, bəzən qarışaraq belə məhsullar da satışa çıxır. Amma nəzərə alaq ki, sosial şəbəkələrdə yayılmışdı o bəli, üstündə rəngi çıxırdı və təbii ki, o Citrus Red 2 rəngidir, çox zərərlidir. Bir çox ölkələrdə, xüsusilə Amerikada, Avropada bu tamamilə qadağan olunmuş bir rəngdir. Bəli, marketinq hiləsindən istifadə ediblər və eyni zamanda da İrandan bildirilmişdi ki, bu il onlarda susuzluq olur, daha yaxşı yetişməyib mövsümünə görə. Kal şəkildə dərildiyinə görə daha o cəlbedici görünməsi üçün bu rəngdən istifadə olunub. Ancaq bu rəngdən istifadə olunub, bu insan orqanizmi üçün zərərlidir və bir çox insanlar portağalı immun sistemi güclənsin deyə sitrus meyvədir qəbul edir. Özdə deyilər vitamini qabığındadır. Bəli, əksər hallarda da onu yumadan istifadə edirlər və yaxud qabığını soyulsa belə, oradan yenə də o rəng onun daxilinə keçə bilir ki, bu da birbaşa olaraq orqanizmi zərərli. Ona görə mütləq şəkildə istər qida qabları alarkən, saxlayarkən, bişirərkən bu məqamlara mütləq diqqət olunmalıdır. Yeri gəlmişkən, Çindən o qədər məhsul sifariş eləyirik ki, bu məlum sayt var da, ən ucuz orada da hər şey. Nə dərəcədə təhlükəsiz ümumiyyətlə oradan gələn məhsullar? Bir daha qeyd etmək istərdim ki, istər qida məhsulu, qida ilə təmasda olan qablar, xüsusilə qida əlavələri, kosmetik vasitələr, əgər keyfiyyətli, mənşəyi bəlli olan yerdən deyilsə, almasını tövsiyə etmirəm. Nəinki bu məhsullar, hətta geyimlər də bir çox hallarda orada 100% sintetik mənşəli qeyd olunur. Hələ yenə də qiymət cəlb edici gəlsə də, müəyyən bir vaxtdan sonra dəri xəstəlikləri də ortaya çıxır ki, bu zaman araşdırmırlar ki, bunu mən hansısa bir keyfiyyətsiz məhsulu geyinərkən qazanmışam və yaxud da ki, hansı problem nədən qaynaqlanır, onu araşdırmırlar. Ona görə istər orqanizmimizə təmas edəcək bütün məqamlarda biz keyfiyyətə önəm verməliyik və orada da mütləq şəkildə baxmaq lazımdır. Əgər mənşəyi bəlli deyilsə, xüsusi reklam təklifləri ilə, əgər doğrudan da o məhsul qiymətinə görə bahalı məhsulu çox ucuz təklif edilərsə, burada mütləq bir şübhələnməlidirlər, ən azından araşdırmalıdırlar, sonra almalıdırlar.
Düzdür, indi rəsmi olaraq bir qadağası yoxdur da o keyfiyyətsiz məhsulun satışının və yaxud 100% sintetik olan bir geyimin satışının qadağası yoxdur, amma bilmirəm, bu tip məsələlərdə sizcə nəzarət olmalıdırmı, qadağalar olmalıdırmı? Necə düşünürsünüz? İndi nəinki Azərbaycanda, bütün dünyada azad bazar iqtisadiyyatının inkişafına dəstək üçün hər cür şərait yaradılıb və biz burada da yenə sahibkarların vicdanına qalırıq ki, doğrudan da ötən illərdə də elə, ildə deyil, hətta yaxın vaxtlarda yenə aidiyyatı qurumun bir açıqlaması oldu ki, uşaq qidaları qida təhlükəsizliyi qaydalarına uyğun şəkildə istehsal olunub və tərkibində yenə zərərli maddələr tapılıb və bir çox insanlar bunu qiyməti ölkədən ucuz olsun deyə xarici ölkədən sifariş verir. Bu da digər bir onlayn satış yerlərindən olub. Təbii ki, burada da xəbərdarlıq olundu ki, mütləq şəkildə buna diqqət olunsun. Baxın, yəni bəzən olur ki, ana ən çox övladını sevən bir insan olmasına baxmayaraq məlumatsızlıqdan yenə də keyfiyyətsiz bir məhsulu, uşaq qidasını ala bilər. Ona görə hər bir məqamda doğru, mənşəyi bəlli olan və nəzarətdən keçən satış yerlərindən məhsulun almasına diqqət etsinlər və heç də qiymətə, sayının çoxluğuna deyil, keyfiyyətə önəm versinlər. Təşəkkür edirəm Məsəd xanım. Çox sağ olun, mən təşəkkür edirəm. Əziz tamaşaçılar, qida mütəxəssisi Məsəd Hüseynova bizlərdir. Biz təşəkkürümüzü bildiririk. Bu dedilər ki, bəzi fincanlar ki var satışdadır, onlarla bağlı ciddi problemlər var, tərkibində ağır metallar aşkarlanıb və bununla bağlı çalışdıq ki, biz ətraflı sizə məlumat verək. Məsəd xanımın qeyd etdiyi kimi, müəyyən mənada biz əgər sahibkarların vicdanında qalmışıqsa, müəyyən mənada o qəpiyin digər üzündə isə biz istehlakçıların, istifadəçilərin sayıqlığını da önəmli tutmalıyıq, önəmli hesab etməliyik və bu sayıqlığı əslində daha da artırmaq üçün məsələləri tez-tez, belə desək, müzakirə edirik. İndi əziz tamaşaçılar, növbəti bir xəbərlə buraxılışımıza davam eləyək. Deməli, Filippinin paytaxtı Maniladan olan bir ailə uşaqlara bayram sevinci bəxş eləmək üçün evinə əyləncə məkanına çevirib, 66 yaşlı ev sahibi ixtisas rəssam olan Marki Orgando Tajon evini yüzlərlə milad işığı və bayram fiqurları ilə bəzəyib. Az öncə də biz danışdıq bu bayram bəzəkləri, yeni il bəzəkləri ilə bağlı, hansı ki, keçən efirlərdə də bunu müzakirə etmişdik, həkimlə müzakirə etmişdik ki, evinizdə əgər o yolkaları quraşdırırsınızsa, əgər o bəzəkləri quraşdırırsınızsa, bir qədər onların da keyfiyyətli olmasına diqqət yetirin. Ələxüsusda bu süni yolkalar məsələsinin nəfəs yoluna nə qədər zərərli olduğundan danışmışdıq. Bir onu da dedim, xatırladım sizə. Digər tərəfdən isə əgər təbii şəkildə və yaxud keyfiyyətli məhsul